Xeyr, o Azərbaycan hakimiyyəti 20 ildir bizi zombiləşdirməklə məşğuldur. 20 ildir bunlar müğənnilər, tərxəklər, öz televiziyaları, öz milyardları vasitəsilə bizi kitabdan ayrı salmalı, bizi kitaba düşmən etməklə məşğuldur. Amma mən bugün Reytingli qəzetində yazım çıxıbdır ki, kitabın artıq Azərbaycanda əks hücumu başlayırdır. Əks hücum başlayır. Və sizdən hər biriniz bu əks hücuma, yəni öz töhfələrinizi verən insanlarsınız. Çünki nə qədər də bunlar uğurun güləş döşəyində, mikrofonda, təlxəklikdə olduğunu göstərsələr də ki, baxın, ancaq yeni ulduz olsanız sizə bu uğur ola bilər. Bu qədər adam bura yığışıbsa, bu o deməkdir ki, yəni bizə şər atırlar. Bizə deyirlər ki, Azərbaycan xalqı şər oxuyan xalqı. Bu bizə atılmış şərdir. Mən, məsəl üçün, müxtəlif insanlardan reaksiyalar var. Və mən bilirəm ki, Azərbaycanda əgər kitab şəbəkəsi olsa və televiziyalar bu işə baş qoşsa və ümumiyyətlə, ölkənin başçısı bir dənə kitabxanaya girib, əlində bir dənə kitabla şəkil çəkdirsə, bu kitab 1000 yox, sabahsı 10.000 tirajla çap olunur. Yəni, mən ona tam əminəm. Necə ki, bir vaxtlar belə bir şeylər olur. Bütün bu məhrumiyyətlərə baxmayaraq, bütün bu bizim üstümüzə gələn qüvvələrə baxmayaraq, Mənim adım Adnandır. Mən bugün Seymur Baycanın Buqarq kitabının təqdimatına gəlmişəm. Bu kitabı hələ ki oxumamışam, amma bundan əvvəl Körpü Salanlar kitabını oxumuşam Seymur Baycanın və mən həbsdə olarkən bu kitabı oxumuşdum və çox xoşum gəlmişdi və orada olan dostlarım arasında bu kitabı yaymışdım və bu kitabın da bir nüsxəsini mən yenə də içəridə olan tanışlarıma göndərəcəm. Oxusunlar, feyziyyat olsunlar. Ümid edirəm ki, xoşlarına gəlir. Doğrusu, bu kitabın yaranma tarixini lap əvvəldən xatırlayıram. Yəni, ideyasını Seymur Baycan qısaca danışmışdı bizə. Və danışmışdı ki, nə boyda çətinliklər onu gözləyir bu yolda. Çünki müharibə romanı xüsusi bir konseptdir. Müharibə haqda yazmaq demək olar ki, mümkün. Əsərin saxta olmaması üçün nə etmək lazımdır? Hərdən birdən belə mövzuda müzakirələrimiz olur. İndi mən bu kitabı çap olanda ölkədə deyildim, yeni gəlmişəm. Mən dünən oradan bu kitabı açdım və ilk 100 səhifəni dayanmadan çevirərək oxudum. Mənə gəlir ki, sosialsıza bir əsər yaradır. Mənə gəlir ki, bizim ədəbiyyatda belə tipli əsər yoxdur. Hələlik mən əsəri gərək bitirim. Kitabı uğur saymaq olar. Mən əsəri deyirəm, hələlik təəssüf ki, bitirməmişəm. Mən onun forması haqqında bir söz söyləyə bilərəm. Amma mən bunun axıcılığı haqqında, oxunaqlığı haqqında, mövzusunun müstəsna olduğu haqqında danışa bilərəm. Orada bu 100 səhifədə keçdiklərim mənə çox yaxın, məndə keçmiş bütün xatirələrimi oyatdı. Mən sizə inandırım ki, buna yazmadığım orada fikirləşim. Çünki 20 ildə baş verən hadisələrə məncə Bəli, Baycanın kitabını mən oxumağa başlamışam. İlk səhifələrdə mənə belə bir təəssürat yarandı ki, Əli və Ninonun müasir variantı yaranırlardı. Yəni, belə bir idealı romandır və çox ümid edirəm ki, kitabı oxuyub tamamladıysa, davam etdiysə, məndəki bu düşüncə təsdiqlənəcək. Baycanın bir neçə kitabını oxumuşam və çox bəyənmişəm. Mən onları 60-cı illərdə məşhur İtalyan kino rejissorları Fellini, Antonioni, De Sica bunların çəkdiyi filmlərə bənzədirəm mən Seymurun Baycanın kitablarını. Mən ona arzu edirəm. Gələcəkdə biraz da çox yazsın, tez-tez yazsın və onun yazdıqları mən Eynullu'ya çatdırıram, Eynullu oxuyur və çox bəyənir. Eynullu Seymuru bizim Azərbaycanın devlatıvı sayır. Seymur Baycan Azərbaycan, yəni son dövrlər
yazıçıları arasında çox istedadlı insanlardan biridir. Seymurun bundan əvvəlki əsərlərini də mən böyük maraqla oxumuşam. İndiki əsərini də böyük maraqla oxuyacağam və bilirəm ki, bu əsərində də Seymur bizə bir yazıcı enerjisi ilə yeni bir duyğular yaşadacaq. Mən Seymurun belə deyək ki, 10 ildən çoxdur tanıdım, izləyirəm onu həm bədii əsərlərini, həm publisistik əsərlərini və Seymurun ən üstün cəhəti ondan ibarətdir ki, Seymur həyatı çox yaxşı bilir. Yəni, daima insanların arasındadır, proseslərin içindədir və bu prosesləri həm yaşayaraq yazır da, belə deyək. Burada fantaziya varsa da, burada reallıq çox güclüdür. Yəni, bir realist yazıcı hesab edir. Ona mən uğurlarla söylüyorum. Mən kitabı təxminən 200 səhifədən çox oxumuşam. 220 ola bilər yəqin. 222 səhifə oxumuşam. Deyə bilərdim ki, indiyə qədər oxuduğum son illərdə Azərbaycanda yazılmış romanlar arasında, hətta deyərdim son 10 ildə yazılmış romanların içərisində 3 ən yaxşı romandan biri oxuduğum qədərilə bunu mən dəqiq deyə bilərəm. Sadəcə bir indiyə qədər, yəni bir oxucu kimi təəssüfləndiyim bir şey var ki, romanda roman qəhrəmanının başına heç vaxt yaxşı iş gəlmir. Bu yəni ki, hətta romandakı qəhrəmanın başına gələn əhvalatlar hər biri bizim birimizin faciəmizdir. O faciələr sadəcə bir nəfərin taleyinə sığışdırılır. Mən tövsiyə edərdim bunu, kim maraqlanırsa Qarabağ müharibəsindən, ümumiyyətlə Azərbaycanın hardasa 86-cı ildən indiyə qədər olan tarixindən maraqlanırsa, 86-87-ci ildən indiyə qədər olan tarixindən maraqlanırsa, bu tarixi bilmək üçün, o proseslərin necə getdiyini bilmək üçün çox əyani vasitədir. Bunu oxusunlar. Satışdan, reaksiyalardan, cəmsi 4 gün satışa çıxmağına baxmayaraq, artıq mənim gözlədiyimdən də artıq kitab satılıbdır, yayılıbdır. Yəni, həddindən artıq razıyam satışdan və oxucuların reaksiyasından, qaydasında dəyişir. Kitabın uğur qazanmasına necə? Uğurun bir addımlığındayım. Düppədiz bir addımlığındayım. Yəni, bunu hiss edirəm, reaksiyalardan hiss edirəm. Bax, buyurun, hacılı, doktor gəlib kitabı imzalatdırmalı. Ondan nə istəyirsiniz?